Salam kanal izləyiciləri, salamlayıram hər birinizi. Bugün sizinlə 8-ci sinif ədəbiyyat dərsindən Əbdürrəhim bəy Haqverdiyevin Bomba əsərinə aid olan növbəti tapşırıqları işləyəcəyik. Birinci dərsin tapşırıqlarını işləmişik. İndi də sizinlə səhifə 119-da ikinci dərsin tapşırıqlarını işləyəcək. İlk öncə sizdən xahişim olacaq ki, kanala abunə olmağı və paylaşmağı, videolarımızı bəyənməyi yaddan çıxartmayın. İkinci dərsə baxırıq burada. İkinci dərs məzmun üzrə iş. Bilik və bacarıqlarınızı tətbiq edin. İlk öncə buradan başlayırıq. Bilik və bacarıqlarınızı tətbiq edin. Bizdən nə sual istəyir? Birinci sualda əsərin məzmununa aid deyir, 3 sual hazırlayın. Əsərin məzmununa aid 3 sual hazırlayın deyir, yazın. Həmən sualları parta yoldaşlarınızla dəyişib onlara cavab hazırlayın və müzakirə edin. Deməli, biz suallar tərtib etməliyik. Bu suallarla parta yoldaşlarımızla demək olar bunu dərsdə də eləyə bilərik, müzakirələr aparmalıyıq və yaxud da müəllim evə verə bilər ki, uşaqlar suallar hazırlayın. Əsərə aid necə sual hazırlaya bilərik? Deyə bilərik ki, ilk öncə əsərin baş qəhrəmanı kim idi? Kərbəlayı Zal idi. Ona görə deyə bilərik ki, Kərbəlayı Zal kim idi? Belə bir sual hazırlaya bilərik ilk öncə. Kərbəlayı Zal kim idi? İkinci bir sual qoya bilərik ki, Pristav Kərbəlayı Zaldan niyə narazı idi? Daha sonra belə bir sual verə bilərik. Kərbəlayı Zal Usta Feyzullahın evində nə tapdı? Sonra Kərbəlayı Zal özünü hansı hadisədən sonra xoşbəxt hiss etdi? 3 dənə deyib, mən bir neçə suallar verirəm sizə. Yəni, özünüz də bu suallar ətrafında digər suallar tərtib eləyin və istədiyiniz 3 sualı seçim edib yazın. Əsər necə bitdi? Bu şəkildə yaza bilərik. Sonra nəyə görə əsər novella adlanır? Belə deyə bilərik. Bu əsərin məzmununa aid deyil. Əsər nəyə görə novella adlanır? Bu məzmuna aid bir sual deyil. Əsər necə bitdi? Məzmununa aid belə bir sual verə bilərik. Kərbəlayı Zalın sonu necə oldu? Belə sual verə bilərik. Yəni bu tipli suallarla deməli müraciət eləyib parta yoldaşlarınızla bir yerdə həmən sualları müzakirə eləyə bilərsiniz. Bir-birlərinizə sual-cavab verə bilərsiniz. Yəni müəllim sinifdə sual verin deyəndə bu kimi suallardan, məzmuna aid bu kimi suallardan istifadə eləyə bilərsiniz. Və yaxud belə bir sual da gəldi yenə ağlıma ki, çox maraqlıdır. Əsəri kimsə diqqətlə oxuyacaqsa, orada sual verə bilərsiniz ki, Kərbəlayı Zal deməli Pristavla harda görüşdü? Dəftərxanada görüşmüşdü. Sonra Kərbəlayı Zal dəftərxanada Pristavla görüşüb, keyfi pozuldu da, düzdür, Pristav ondan narazı qaldı deyə. O deməli evə gələndə onun arvadı nə bişirmişdi? Bax, bu dərinliklərinə qədər gedib, yəni diqqətlə oxuyub oxumamağına görə yoldaşlarınızla müzakirə apara bilərsiniz ki, onun arvadı nə bişirmişdi? Abgüşt bişirmişdi. Abgüşt nədir deyib sual verə bilərsiniz ki, abgüşt nə deməkdir? Əsərdə adı keçən abgüşt yeməyi hansı yeməkdir? Tikə bozbaş, parça bozbaş deyirlər. Belə bir yeməkdir. Daha sonra deməli hansı küçələrin adı çəkilir bu əsərdə? Hansı küçələrin kəsişməsi göstərilir bu küçələrdə, bu əsərdə? Təbii ki, Qanlı küçə və Zavallı küçənin deyir, həmən kəsişməsində baş verir hadisələr. Bu kimi suallar tərtib edib verə bilərsiniz. Daha sonra keçirik ikinci sualımıza, ikinci suala. Deyir, əsəri hissələrə ayırıb birinə ad verin. Məzmunu hazırladığınız plan əsasında deməli, yaradıcı nağıl edin. Birinci hissəyə biz nə ad verə bilərik? Əsərə qaydağın. Əsərə baxırıq ki, deməli, əsərdə belə bir hissə var. Başlıq başlayır ki, Kərbəlayı Zal 25 ildən artıqdır ki, baxın 25 ildən artıqdır ki, polis idarəsində işləyir. Belə bir sual da verə bilərsiniz. Neçə illərdə polis işləyir? Məzmunun içində belə bir sual da verə bilərsiniz. Yəni bu sualları çoxalda bilərsiniz də, tərtib eləyə bilərsiniz. Deməli, Kərbəlayı Zalın 25 ildən artıq polis işləməsi və arvadı ilə dialoqu, söhbəti gedir ki, bu hissəyə necə ad verə bilərik? Kərbəlayı Zalın arvadı ilə söhbəti. Bu hissəyə belə bir ad verə bilərik. Kərbəlayı Zalın arvadı ilə söhbəti. Daha sonra
ikinci bir hissəyə necə ad verə bilərik? Birinci hissəyə belə bir ad verdik. İkinci hissəyə ad verə bilərik ki, pristavın narazılığı, Kərbəlayı Zalın və yaxud işdən çıxarılmaq təhlükəsi. İki cür ad verə bilərik. Pristavın narazılığı da deyə bilərik. Pristavın narazılığı da deyə bilərik bu hissəyə. Baxın, bu ikinci hissəyə pristavın narazılığı da deyə bilərik. İkinci bir ad da verə bilərik ki, Kərbəlayı Zalın işdən çıxarılma təhlükəsi, işdən çıxarılma təhlükəsi. Daha sonra keçirik üçüncü hissəyə. Üçüncü hissəyə necə bir ad verə bilərik? Üçüncü hissəyə necə ad verərik? Deyərik ki, deməli, Feyzulla bomba prinisyon, bu vaxtda Feyzulladan şübhə belə qoya bilərik. Feyzulladan şübhə belə bir ad verə bilərik. Daha sonra Kərbəlayı Zalın növbəti bir hissəyə verə bilərik ki, dördüncü hissəyə də verə bilərik ki, baxın, bu dördüncü hissəyə də verə bilərik ki, Kərbəlayı Zalın deməli, baxın, növbəti hissəyə də verə bilərik ki, Kərbəlayı Zalın çuvalları tapması və yaxud da ikinci bir ad kimi qoya bilərik, bomba sevinci. Bu şəkildə adlar verə bilərik əsərə. Hər hissənin adını adlandıra bilərik. Dördüncü hissəyə Kərbəlayı Zalın çuvalları tapması deyə bilərik. Tapması deyə bilərik və yaxud da bomba sevinci. Bu şəkildə ad verə bilərik ki, o sevinir, bomba tapdığına sevinir, amma ki, bombalar da bomba çıxmır. Deməli, bu şəkildə bunlara ad verə bilərik və həmən verdiyimiz adlar əsasında da qısa şəkildə danışa bilərik. Kərbəlayı Zalın arvadı ilə söhbətində nə baş verir? Deyirik ki, təbii ki, oturmuşdu arvadı ilə söhbət eləyirdi. Arvadı deyir ki, bu polis idarəsində işləməkdənsə, getginən bir baqqal dükanı aç. Onsuz nə sənin deyir başına nə şapka yaraşır, nə də deyir o saqqalına şaşqa yaraşır. Getginən deyir, neynə? Baqqal dükanı aç işdə. O da deyir, ay arvad, sən dövlətin ləzzətini bilmirsən, birazdan pensiyaya çıxacam, oturub pensiyanı yeyərik. Yəni, bu şəkildə başlayırıq həmən qoyduğumuz adlar əsasında, plan əsasında danışmağa ki, ikinci nə olur? Pristavın narazılığı olur. Pristavın narazılığı nə idi? Dəftərxanaya çağırır. Deyir, indiyənə qədər sən bir iş görməmisən, heç bir cinayət üstü açmamısan. Belə getsə, biz səninlə artıq üzləşməli olacaq, işdən çıxaracaq səni. Sonra evə gəlir, onun evdəki halı necə olur, onu danışır arvadına. Arvad deyir ki, yəni nə olub? Deyir, heç nə. Yəni, o pristavla olan söhbəti arvadına danışırmı? Xeyr, danışmır onu. Sadəcə evdə arvad soruşur, nə olubdu? O da deyir ki, heç nə, başım ağrıyır, yəni başının ağrıdığını bəhanə gətirir, heç nə olmadığını deyir. Ruh düşkünlüyü yaranır onda ki, yəni bir cinayət üstü aça bilmir deyə işdən çıxa bilər. Sonra çıxır küçüyə və Feyzullahın evinə gətirilən mişoqları görür, yəni o torbaları, kisələri görür. Ondan sonra sevinir və xəbər verir, bütün polislər tökülür və gəlib görürlər ki, o bomba neymiş? Qarpız imiş. Yəni bu şəkildə əsərdə novella şəklində bitir, gözlənilməz bir şəkildə. Verdiyimiz adlar deməli bildik. Birinci hissəyə nə ad verdik? Kərbəlayı Zalın arvadı ilə söhbəti. İkinci hissəyə ad verdik. Pristavın narazılığı və yaxud da Kərbəlayı Zalın işdən çıxarılmaq təhlükəsi. Üçüncü hissəyə nə ad verdik? Üçüncü hissəyə ad verdik ki, Feyzulladan şübhə, sonra dördüncü hissəyə də belə ad veririk ki, Kərbəlayı Zalın çuvalları tapması və ya bomba sevinci. Bu kimi adlar verə bilərik və bunlar əsasında da sizə artıq danışdım. Əsəri danışa bilərsiniz. Keçirik üçüncü sualımıza. Üçüncü suala. Deyir ki, doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin və onlara münasibət bildirin. Doğru hesab etdiyimiz fikirləri müəyyənləşdirib onlara münasibət bildiririk təbii ki. Burada deyir ki, Kərbəlayı Zal şöhrətpərəstdir. Əslində yox. Əslində xeyr, şöhrətpərəst deyir. Əsasən o öz mövqeyini, tutduğu vəzifəni, işi itirmək qorxusu ilə yaşayır. Əslində o qorxu ilə yaşayır. Yəni öz mənafeyini düşünən insandır. Ona dövlət maraqlandırmır, nə də şöhrət maraqlandırmır. Sadəcə olaraq onu maraqlandıran onun öz mövqeyidir ki, öz mənfəətini, öz mövqeyini, öz gəlirini güdən insandır. Sonra deyir ki, o polis qulluğunda qalmaq üçün hər cür ədalətsiz iş tutmağa hazırdır.
hər cür ədalətsiz iş tutmağa hazırdır. Qismən doğru saya bilərik bunu. Qismən doğru saya bilərik. Çünki o öz mövqeyini qorumaq üçün əslində bomba olduğunu dərindən düşünmədən belə nə isə bir işə deməli yaradığını hiss eləyir özünün. O heç dərindən düşünmür ki, o bombadır yoxsa yox. Sadəcə olaraq onun gecə vaxtı, biraz gec gəldiyinə görə evinə o kisələr, o fikirləşir ki, yəqin ki bu bombadır. Heç düşünmədən onun bomba olduğunu xəbər verir ki, bomba gəlib Don Feyzullahın evinə. Amma ki, deməli, yəni bu suala necə cavab verə bilərik? Polis qulluğunda qalmaq üçün hər cür ədalətsiz iş tutmağa hazırdır. Demək olar ki, qismən doğru saya bilərik. Öz mövqeyini qorumaq üçün əslində hər deməli bir işə qol qoymağa razıdır. Qismən bunu doğru götürə bilərik. Xırda hisslərlə yaşayan Kərbəlayı Zalın həyata baxışı da məhduddur. Həyata baxışı da məhduddur. Yəni azdır. Dünya görüşü azdır. Demək olar ki, doğru saya bilərik. Doğru deyə bilərik buna. Öz mövqeyini deməli əslində öz mövqeyini qoruyur. Buna doğru deyə bilərik. Onun baxışı məhduddur. Onun düşüncələri, şəxsi qorxu və maraqları üzərində qurulubdur. Bütün düşüncələri onun deməli qorxusu, marağı üzərində qurulubdur. Ona görə də biz buna doğru deyə bilərik C bəndinə ki, xırda hisslərlə yaşayan Kərbəlayı Zalın həyata baxışı məhduddur. Bəli, düzdür. Onun düşüncələri çox dar düşüncəyə məxsusdur. Sonra Kərbəlayı Zalın Usta Feyzullah ilə ədavəti var idi fikrinə qətiyyən yanlış fikirdir. Onun qətiyyən heç kəslə deməli ədavəti yox idi, yanlışdır. Əsərdə belə bir nüans yoxdur ki, onun Don Feyzullah ilə belə bir ədavəti olubdur. Sonra burada deyir ki, Kərbəlayı Zal vətənə, xalqına fayda vermək üçün dövlət qulluğunda işləməyə üstünlük verir. Bunu da biz yenə dövlət qulluğunda işləməyə üstünlük verir. Yanlışdır. Onun məqsədi şəxsi mənafeyini qorumaqdır. Yalnız özünü güdürdü. Onun üçün xalq, dövlət maraqlı deyildi. O özünü güdürdü. Dövlət qulluğunda qalsın, işləsin və öz mənafeyini güdən insan idi. Ona görə də bu cavabı da tamamilə yanlış götürə bilərik. Keçirik 4-cü sualımıza. 4-cü sualda bizdən nə istəyir? Əsərdəki hansı epizodda hadisələr ən yüksək inkişaf nöqtəsinə çatır və fikrinizi əsaslandırın. Demək olar ki, Usta Feyzullahın evinə gecə vaxtı gələn o çuval hadisəsinin ən yüksək inkişaf nöqtəsi adlandırmaq olar. Daha dəqiqliyi ilə desək, o polislərin ki, gecə vaxtı onun evinə edilən o hücum, deməli, orada artıq o kulminasiyanın pik nöqtəsidir və o çuvalların açılması da artıq düyünün açılma hissəsidir. Kulminasiya deməli pik nöqtə haradır? Əsərin ən inkişaf etmiş deməli nöqtəsi haradır? O çuvalların gecə vaxtı onun evinə gəlməsi və polislərin deməli Kərbəlayı Zal tərəfindən çağırılıb onun evinə hücum etməsi, basqın etməsi. Bu hissəni biz əsərin ən inkişaf etmiş nöqtəsi kimi çatdıra bilərik. Yəni fikrimizi də əsərdən gələn cümlələrlə əsaslandırırıq ki, hansı hissi ola bilər. Sonra dərslikdə əsərlə bağlı 5-ci suala baxırıq. Dərslikdə əsərlə bağlı verilmiş illüstrasiyalar deməli təsəvvürünüzə uyğundurmu? Əsərdəki daha hansı epizodla illüstrasiya çəkilməsini məsləhət deməli görərdiniz? Nə üçün? Burada deməli təbii ki illüstrasiyalar çəkilibdir. İllüstrasiyaların çəkilməsi üçün biz baxırıq ki, burada 2 illüstrasiya var. Baxın, bu illüstrasiyada yəni təbii ki olmasaydı bunu tələb eləyərdik. Bu çox gözəldir. Gecə vaxtı Don Feyzullahın evinə olan basqın. Bu illüstrasiyada deməli məqsədə uyğundur. Çox istəyərdim ki, bir dənə məsələn mən belə istəyərdim. İndi şəxsi fikrimdir. Kim istəyə bilər? Məsələn siz başqa bir epizodu istəyə bilərsiniz. Mən istəyərdim ki, onun o başlıqda olan deməli arvadı ilə dialoqu ki var, Kərbəlayı Zalın o hissə üçün bir dənə
deməli başlıqdakı hissə üçün bir dənə illüstrasiya çəksinlər. Ondan ötürü bir deməli illüstrasiya çəksinlər, göstərsinlər ki, görək oranı onun şəkildə verilsin. Çox istəyərdim ki, onun xanımının, onun deməli özü ilə olan söhbəti verilsin. Çünki düşünürəm ki, onun arvadı onun özündən daha da dərin düşüncəyə malikdir. Onun qadınının yazıcı tərəfindən necə yaradıldığını da görmək istəyərdim. Çünki əsərdə onun qadınının necə qadın olduğu portret şəklində bizə verilmir ki, necə idi, uca boy idimi, yəni necə idi bilmirik o qadın haqqında. İstəyərdik ki, onu təbii ki, bir yerdə şəkillərini görək. Daha sonra bizə belə bir evdə iş veribdi, evdə iş. Nə deyir burada? Əsas hadisələrin təsviri və tamamlanması baxımından bomba əsərinin məzmununu yaxşı bildiyiniz bir hekayə ilə müqayisə edin. Biz bomba əsərini çox yaxşı bir şəkildə müqayisə eləyə bilərik Qurbanəli bəy əsəri ilə. Qurbanəli bəy əsəri ilə eləyə bilər, Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsəri ilə. Niyə görə? Çünki orada da Qurbanəli bəy əsərində də məmur deməli özbaşınalığı, xalqın savadsızlığı və qorxu içində yaşaması, mənəvi deməli tənəzzülləri tənqid olunur. Onlar da elə bilin ki, deməli dövlət adamları tərəfindən istismar olunurlar. Hər bir əsər demək olar ki, Qurbanəli bəydə də, bombada da satira ilə yazılmışdır. Dövlət, yəni hər ikisində kinayə, yəni orada daha çoxdur kinayə, Qurbanəli bəydə kinayə çoxdur. Bu hər iki əsərdə yəni məmur özbaşınalığı özünü göstərir. Xalqın savadsızlığı, sonra yad ellilərə olunan dövlət adamlarının eybəcərlikləri göstərilir müəllif tərəfindən. Sadə insanlar zərər çəkirlər hər iki əsərdə və deməli yad ellilərə Qurbanəli bəy əsərində də görürsünüz ki, orada da pristava Qurbanəli bəy, burada da deməli Kərbəlayı Zal, hər ikisi yad ellilərin qulluğunda dayanırlar və onların bir sözünü iki eləmirlər. Hətta yaltaqlanırlar da. Görürsünüz, Qurbanəli bəydə o daha qabarıq şəkildə verilibdir. Yəni hər iki əsərdə eyni dərəcədədir bu. Məmur özbaşınalığı, xalqın savadsızlığı, qorxu içində yaşaması, mənəvi tənəzzül tənqid olunur hər iki əsərdə. Daha sonra təhlil üzrə iş verib burada. Təhlil üzrə iş 3-cü dərsdə. Əsər deyir 20-ci yüzilliyin əvvəllərində Azərbaycan Rusiya imperiyasının müstəmləkəsi olarkən yazılmış bir əsərdir. Rus hakim idarələri milli deməli ucqarlarda baş verən ən kiçik hadisələri belə diqqətlə izləyir. Azadlıq və müstəmləkələrlə bağlı fikirlərin qarşısını amansızlıqla alırdı. Mövcud hakimiyyət insanları idarə etmək, itaətdə saxlamaq üçün hər cür vasitəyə əl atırdılar. Görürsünüz, deməli insanlara ən ucqar yerə qədər deyir, ən deməli ucqarlarda baş verən ən kiçik hadisələrə qədər deməli o dövrdə hakimiyyət izləyirdi. Ona görə də bu hakimiyyətə xidmət edən yerlilərin içərisində yadelli ağaların sədaqətli olduqlarını sübut etmək üçün dəridən qabıqdan çıxan nökər təbiətli adamlar da vardı. Baxın, bu hakimiyyətdə xidmət edən yerlilərin, yadelli ağaların sədaqətini deməli sədaqətli olduqlarını sübut etmək üçün dəridən qabıqdan çıxan nökər təbiətli adamlar vardı. Bax, adamlar vardı. Bu adamlar da kimdir? Qurbanəli bəy kimlərdir? Kərbəlayı Zal kimlərdir? Və Kərbəlayı Zal da məhz bu obrazlardan biridir. Görürsünüz, Kərbəlayı Zal da məhz bu obrazlardan biridir. Əsər həcmcə kiçik olsa da yazıcı maraqlı, oxucunu düşündürən obraz yarada bilmişdim. Təbii ki, onun nitqində, danışığına, əsərdəki əhvalat və hadisələrin bir-biri ilə necə bağlanmasına diqqət yetirin. Bu yazıcının əsas niyyətinin və obrazının, xarakterinin başa düşülməsi üçün əhəmiyyətlidir. Əsəri maraqlı edən cəhətlərdən biri də onun gözlənilməz şəkildə bitməsidir ki, biz də buna nə deyirik? Novella deyirik. Deməli, sonra keçirik. Bu hekayənin xüsusi bir növü şəkli hesab olunur. Deməli, novella onda əks olunmuş əhvalat hadisələrin qəribə, gözlənilməz şəkildə
deməli, tamamlanması, başa çatdırılması baxımından hekayənin digər formalarından fərqlənir. Əsər sizdə hansı təəssüratı yaratdı? Fikrinizi təsdiq edən misallar göstərindir. Əsər sizdə hansı təəssüratı yaratdı? Fikrinizi əsaslandıran misallar göstərin. Əsər təbii ki, məndə cəmiyyətdə məsuliyyətsizliyin, qorxunun və şişirdilmiş hallar nəticəsində yaranan absurd vəziyyətlərin tənqid olunduğu bir təəssürat yaratdı. Baxın, cəmiyyətdə baş verən məsuliyyətsizliyin, qorxunun, o ki şişirdilmiş hallar ki çatdırırlar, yəni hakimiyyət öz tərəfindən, onlar nəticəsində yaranan absurd vəziyyətlərin tənqid olunduğunu, yəni absurd, boş bir vəziyyətlər, boş vəziyyətlərin tənqid olunduğu bir təəssüratı yaratdı məndə. Daha sonra cəmiyyətdə, yəni baş verən haqsızlıqlara qarşı göz yumanların daha çox olduğunu, insanların, yəni o hakimiyyətdə olanlara qulluq eləyən yad ellilərin deməli yaltaqlıqlarını çatdırdı. Daha sonra burada belə bir cümlə oxuduq mətnin içərisində ki, hakimiyyətə xidmət edən yerlilərin içərisində yad elli ağaların sədaqətli olduqlarını sübut etmək üçün dəridən qabıqdan çıxan nökər təbiətli adamların olduqlarını bir daha əsəri oxuduqdan sonra bu təəssüratı deməli özümdə təsdiqləmiş oldum və fikrimi də elə bu cümlə ilə təsdiqləyə bilərik ki, baxın bu burada göstərdiyim bu cümləni qeyd eləyə bilərsiniz. Fikrinizi bundan əsaslandıra bilərsiniz ki, baxın elə bu hakimiyyətə xidmət edən yerlilərin içərisində yad elli ağaların sədaqətli olduqlarını sübut etmək üçün dəridən qabıqdan çıxan nökər təbiətli adamların olduğunu bu əsəri oxuduqdan sonra öz təəssüratımda bir daha təsdiqlədim. Və bu da əsərdən gətirdiyim bir misaldır demək olar. Kərbəlayı Zal obrazını səciyyələndirin deyir və onun nitqini əsaslanmağı unutmayın, cədvəldən istifadə edin. Deməli, nə edəcəyik? Obrazın adı nədir dedik? Kərbəlayı Zal qeyd edəcəyik obrazın adına. Və nitqindən nümunələr gətirəcəyik. Nələr var idi? Baxın, nitqi nədir? Yəni, onun danışığından nümunələr gətirəcəyik. Ən maraqlı nitqi, deməli, əvvəldə olan nitqlərində maraqlı, deməli, danışıqları var. Deyir ki, arvad, bax, burada görürsünüz, deyir ki, arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qaradavoy eləyələr, 1000 il deyir, qulluqdan çıxmazsan. Bir də mən 25 ildən artıqdır ki, polik qulluğundayam. 1-2 ildən sonra pensiyaya çıxacam. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik. Bax, görürsünüz, bu hissənin hamısı deməli, bunun nitqidir. Kərbəlayı Zalın nitqidir. Onu yaza bilərik. Sonra burada görürsünüz, pristavındır, Kərbəlayı səndən sonra heç bir başım ağrıyır. Bax, heç biraz başım ağrıyır. Bu Kərbəlayı Zalın nitqidir. Sonra buradan baxın, bunu qoya bilərik. Barin, vot, bomba. Barin, vot, bomba. Bax, bu Kərbəlayı Zalın nitqidir. Daha sonra deməli, elə o 3 hissəni, 3 dənəni yazsaz bəsdir. Yəni, bu qədər bura nitqi yazmaq lazım deyil ki, Kərbəlayı Zalın, yəni ağzından çıxan hər bir söz onun nitqinə daxildir. Bu hissədən də onun nitqlərini yazırsınız. Yəni, belə, baxın, bu şəkildə qoyub bir nitqini yazırsınız. Bitdi, aşağıdan təzdən belə xəttlər çəkib nitqlərini yaza bilərsiniz. Daha sonra, xarakterindəki başlıca hadisələrə nə yazacaq bura? Yaza bilərik ki, deməli, səriştəsizdir. Necədir? Səriştəsizdir. Bu hissəyə yazacaq. Səriştəsizdir. Sonra fərasətsizdir. Daha sonra avamdır. Necədir sonra? Avamdır. Qaradavoy kimi də çalışır. Bax, bunu da yazacaq bu hissəyə.
Bildik, səriştəsizdir, fərasətsizdir, avamdır, cahildir, qaradavoy kimi də çalışır. Bu hissədən də bunları yazacaq. Daha sonra keçirik növbəti tapşırığa. Növbəti tapşırıqda nə deyir bizə? Deyir ki, yazıçının bu əsərdə, yazıçının deyir, bu əsərdə düşündürən başlıca problemi müəyyənləşdirin ki, onu mühüm hesab etmək olarmı? Yazıçının bu əsərdə düşündürən nədir? Düşündürən başlıca problem Kərbəlayi Zalın simasında öz mənafeyini güdən insanları göstərməkdir. Öz mənafeyini güdən insanları göstərməkdir. Bu tip insanları xalqın mənafeyi, bu tip insanlar ki var, onlar yalnız xalqın mənafeyi onları maraqlandırmır. Onları yalnız və yalnız maraqlandıran öz mənafeyləri olur. Bu tip insanları xalqın mənafeyi maraqlandırmır. Yalnız öz mənafeylərini düşünürlər. Yazıcı bunu göstərməyi bacarıb. Buna nail ola bilib. Bu problemi bizə çatdıra bilibdir. Bu şəkildə. Problem nədir? Yəni Kərbəlayi Zalın simasında öz mənafeyini xalqın mənafeyindən üstün tutan insanları göstərməkdir. Sonra 5-ci suala baxırıq. 5-ci suala deyir ki, 5-də deyir ki, əsər bitkin sujet, mükəmməl kompozisiya ilə seçilir. Fikrinə, nümunələrlə əsaslanmaqla münasibət bildirin. Əsər doğrudan da bitkin sujetə və mükəmməl kompozisiyaya malikdir. Həqiqətən bitkin bir sujetə malikdir. Sujet nədir? Yəni, başlanğıc və son nöqtəsi olur da, başlayır və hadisələr ardıcıl gedir. Həqiqətən də hadisələr ardıcıllıqla inkişaf edir. Gərginlik, sonluq, hər biri öz yerində verilibdir. Sujetin kulminasiyası, çuvalların açılması və Kərbəlayi Zalın böyük səs-küylə bomba deyib çuvalından, bomba deməli, dediyi o çuvaldan sadəcə qarpızın çıxmasıdır. Həm gülünc, həm də düşündürücüdür. Bu sonluq oxucunu həm düşündürür, həm də cəmiyyətin eybəcərlikləri üzərində düşünməyə vadar edir. Düşünməyə vadar edir cəmiyyətin eybəcərlikləri üzərində. Əsərin sujet xətti mükəmməldir. Daha sonra keçirik 6. 6-da nə deyir? Əsərdəki başlıca fikri, ideyanı aydınlaşdırın, cədvəldən də istifadə edin. Cədvəldə belə bir atalar sözləri, ideya üçün belə sözlər qoyubdur. Şöhrətpərəstlik insan üçün böyük, şöhrətpərəstlik insan üçün deyir, böyük bir nöqsandır. Deyir ki, nə üçün belə düşünürsünüz? Baxın, bu hissiyə yazacaq. Nə üçün belə düşünürsünüz? Çünki belə insanlar yalnız öz mənafeyini düşünürlər. Belə insanlar yalnız öz mənafeyini düşünürlər. Deyir, bəs öz variantınız hansıdır? Öz variantınız hansıdır? Öz variantımız deməli, xəbərçilik etməyə məcbur edilirlər. Niyə belə düşünürəm? Onlar şöhrətpərəstlik insan üçün böyük nöqsandır. Çünki onlar deməli, şöhrəti qazanmaq üçün xəbərçilik etməyə məcbur edilirlər. Məcbur olurlar, xəbərçilik eləsinlər ki, o şöhrəti qazansınlar. Burada da Kərbəlayi Zal o şöhrəti istəməsə də öz mənafeyini güdürdü. Yəni ki, mən o pristavın gözündə qalxım, onu istəyirdim. Daha sonra növbəti, bunu biz götürə bilmərik, bu əsərin ideyası kimi götürə bilmərik. İdeyalarda deyir, aydınlaşdırın, hansı fikirlər ola bilər. Sonra cılız hisslərlə yaşayan insan böyük uğur qazana bilməz. Baxın, bunu götürürük biz deməli ideya kimi. Cılız hisslərlə yaşayan insan böyük deməli uğur qazana bilməz. Çünki bu hissədən yazacaq. Çünki deməli o cılız hisslərlə yaşadığına görə onun özünə güvəni yoxdur. Bu hissəyə yazacaq. Çünki onun özünə güvəni yoxdur. Buradan da yazacaq ki, öz variantımıza ki, fikirləşirəm ki, boş xəyallarla yaşayan insanlar cılız hisslərə malik olurlar. Boş xəyallarla yaşayan insanlar cılız hisslərə malik olurlar. Daha sonra üçüncüyə nə götürə bilərik? Yadelli ağalara qulluq göstərənlər sonda zavallıya çevrilir. Bunu da ideya kimi qəbul eləmək olar. Birbaş ideya üçün hazırlamış demək olar ki, cümlədir. Düzdür, bu hissədən qeyd eləyəcək ki, düzdür. Çünki onlar öz istədikləri kimi xidmət göstərə bilmirlər. Öz istədikləri kimi xidmət göstərə bilmirlər.
yad ellilərdən asılı olurlar. Xidmət göstərə bilmirlər, yad ellilərdən asılı olurlar. Daha sonra ona görə də bir zavallıya çevrilirlər. Öz variantım da budur ki, yəni onlar həqiqətən də yad ellilərdən asılı olduqları üçün bir zavallıya çevrilirlər və fikirlə tamamilə razıyam. Daha sonra muitilik, qul psixologiyası asılı olmaqdan yaranır. Qismən bunu da götürə bilərik, amma deməli qul psixologiyası asılı olmaqdan yaranır. Yəni burada götürmək olar, amma daha çox bunu götürərdik Qurbanəli bəy üçün. Burada 2 ilə 3-ü götürəcəyik. Düzdür, yad ellilərlə öz vətənində qulluq etmək, onların çaldığı havaya oynamamaq, onların çaldığı havaya oynamaq deməkdir. Yəni yad ellilərə öz vətənində qulluq eləyirsənsə, təbii ki, onların da çaldığı havaya deməli oynayırsan. Onlar dur deyəcək, duracaqsan, otur deyəcək, oturacaqsan. Burada da düzdür yazırıq və sonra bu hissədə öz variantınızı qoyun deyəndə nə qoya bilərik? İnsan deməli şuuru özündən asılı olmadan yad ellilərin quluna çevrilir və insan özü də şuuru özündən asılı olmadan yad ellilərin quluna çevrilir. Qismən 4-ü də götürə bilərik. Əsərin deməli ideyasına uyğun gəlir. Daha sonra müzakirə eləyib Kərbəlayı Zalın gülünc, deməli zavallı vəziyyətə düşməsinin səbəbini xarakterindəki nöqsanlarla izah etmək olarmı? Xarakterindəki deməli vəziyyətə düşməsinin səbəbini xarakterindəki nöqsanlarla izah etmək olarmı? Təbii ki, etmək olar, bəli olar. O zavallı, avam, deməli işində bacarığı olmayan biri idi. Yad ellilərə qulluq etməkdə öz mənafeyini güdür. Xalqın taleyi onun üçün maraqlı deyil. Ona görə də onun deməli xarakterindəki bu nöqsanlar ki, öz mənafeyini güdmə kimi nöqsanlar, bəli onu deməli bir zavallı avam, işində bacarıqsız biri kimi bu nöqsanlarını göstərə bilərik ki, bu nöqsanlar üzündə o işində belə bir vəziyyətə düşür. Yəni o yad ellilərdən asılı vəziyyətə ona görə düşür ki, öz işini bacarmır və özünə güvənmir, öz mənafeyini güdür ona görə. Öz mənafeyini güdmək də onun artıq daxilindən gəlir. Daha sonra mövzulardan birini seçib deyir, işləyin. Burada qoyub A, yazıçının bu əsəri yazmasının səbəbini necə başa düşürəm? Deməli, deyə bilərəm ki, burada düşünürəm ki, ya bu əsəri yazmaqla cəmiyyətdə Kərbəlayı Zal kimləri çatdırmaq istəyibdir. Deməli, çatdırmaq istəyib. Onun simasında öz deməli mənafeyini, xalqın mənafeyindən üstün tutan tipləri oxucuya çatdırmaq istəyibdir. Kərbəlayı Zal çox avamdır və onu aldatmaq da, xəbərçilik edib söz daşımağa da vadar etmək, yönləndirmək o da çox asandır. Sonra bu kimi Kərbəlayı Zal kimi insanlar təbii ki öz bədbəxtçiliklərini onların yəni öz bədbəxtçiliklərini görmədə çətinlik çəkirlər də, o bədbəxtçiliklərini görməkdə çətinlik çəkirlər. Eynən Qurbanəli bəy də onun kimi idi. Yəni Qurbanəli bəydən də bir bura misal gətirə bilərik ki, Qurbanəli bəy də Kərbəlayı Zal da Qurbanəli bəy kimi yad ellilərə qulluq etməkdən həm böyük zövq alırdı, həm də ki deməli Qurbanəli bəy Kərbəlayı Zala nisbətən biraz daha yaltaq idi. Amma Kərbəlayı Zal deməli yad ellilərə qulluq etməyə ancaq çalışır ki, öz mənafeyini güdür ki, mən yalnız bu işdə qabağa gedə bilim. Gedim və dövlətə yəni baxmır da bu iş alınar, alınmaz, nə gördü, ancaq onun mənfi tərəfini fikirləşir ki, mən onu xəbər verim. Görürsünüz necə ki, çuvalları xəbər verir, fikirləşmir ki, o çuvalın içində başqa girdə bir şey nə ola bilər. Ancaq fikirləşir ki, hə, 100% bunun içindəki bombadır, tez xəbər verin. Bununla da neynəndi? İşindən uzaqlaşdırılır. Təbii ki, bu tip insanları aldatmaq və bu kimi insanları xəbərçiliyə sövq etmək çox asandır və belə insanlar öz bədbəxtçiliklərini çox güman ki, görməkdə çətinlik çəkirlər. Daha sonra belə bir mövzu verib ki, Kərbəlayı Zalın acımaq lazımdırmı mövzusunda esse yazın. Demək olar ki, Kərbəlayı Zalın
acınacaqlı bir həyat yaşayır. Fakt Kərbəla Ayzal görür ki, acınacaqlı bir həyat yaşayır. Öz bədbəxtçiliyindən xəbərsizdir. Yad ellərin əlində qalır. Özünə güvəni olmayan biridir və cahildir. Bomba tapanda özünü xoşbəxt hesab eləyir və fikirləşir ki, həqiqətən bunu tapıbdır və artıq onun qədər xoşbəxt biri yoxdur. O da məsələn fikirləşmir, dövlətin hansısa bir işinə yarayıbdır. Onu fikirləşmir. Fikirləşir ki, mənim bəxtim gətirdi, mənim yəni özünü güdür, öz mənafeyini güdür burada da. Sonra acınacaqlı həyat tərzi sürür. Amma bu tip insanlara acımaq təbii ki, lazım deyil. Çünki belə bir atalar sözü ilə yekunlaşdıra bilərik ki, özü yıxılan ağlamaz. O, yəni inkişaf etmək istəməyib, 25 ildir Qaradavoy işləsə də 25 ildə o elə yerində sayıb, yəni irəliyə addım atmaq istəməyibdir. Yəni bir növ həm dünya görüşü dardır, həm cahildir, avamdır. İnkişaf etməyibsə də deməli bu onun daxili aləminin kasıblığından xəbər verir ki, onun daxili aləmi zəngin deyil, daxili aləmi kasıbdır, düşüncə tərzi kasıbdır. Ona görə də bu tip insanlara acımaq olarmı? Xeyr, acımaq lazım deyil. Acımaq lazım deyil, çünki özü yıxılan ağlamaz. Bu qədər düşünürəm ki, tapşırıqlar sizi qane etdi. Nələrisə başa düşmədinizsə, deməli, yazıb soruşa bilərsiniz. Bu qədər. Əgər videonu bəyəndinizsə, bəyənməyi yaddan çıxartmayın. Növbəti videoda görüşərik.